20-30 manata verir. Mən 11 manat 90 qəpiyə verirəm. Sən 11 manat 90 qəpiyə verirsən. Gəl sən 100 manat at. Hamıya salamlar dostlar. Çoxdan nişanımı deyir. TikTok videolarına gəlmir falan. Və bu gün də belə bir qərara gəldim ki, nə də olsa irgənirəm Allah qıblardan. Prosta yenə də yəni bu gün TikTok 31-ə xoş gəlibsiz. Elə həqiqətində o 31-lik oğlan oxşur bu. Nəsə videoların heç belə baxmamışam. İzləyicilərin göndərdiyi videolardır direktə. Və gəlin uzatmadan başlayaq. Sizdən xahişim olur ki, bir dənə video like eləyirsiniz. Bu video 10.000 like yığsa sırası gələn videonu paylaşıram. Bir də tez-tez paylaşacağım. Açıq belə deyim sizə, mən videonu niyə tez-tez paylaşmıram? Gəlin sizə baş salım. Çünki mən həmişə istəyirəm ki, qəşəng çıxsın video. Amma belə baxıram bilin, çox məntiqsizdir. Yəni plana var bilə. Nəsə. Videonu like eləyirsiniz, kanalımıza abunə olmayı unutmursunuz. 10.000 like olan kimi yeni video gəlir. Gəlin başlayaq. Bu peysər oxşur açıq. Ya bilirəm ki, bu nəsə poxdur va video. Nəysə, əgər normal video olsa üzülü saysın qardaş, amma oxşamır normal video. Başladıq. Hə, bugün bu arada kommentlər oxuyacağım videolarda. Keçən 2 dənə video paylaşmışdım belə. Kommentləri oxuyub paylaşdım, daha maraqlı oldu. Nəsə belə başım getdi, başlayaq. Telefon nömrəmi deyirəm, kim istəyirsə vura bilər. 077 307 1370'dir. Axırın poxladım bana nömrə. Qəşəng başda 307 bilin 077 307 elə bildim 77 77 deyəcək. Nəsə acından ölür. Adım da Vulkandır. Nə? Vulkan nədir lan? Bu qarda Vulkan deyirlər. Ha, üzülü sayılır. Biz Bil bunu üzüydü lan. Abi antifrizi bıraktı bu. mən dəliyəm, siz ağıllısınız. Hı? Allah sizə biraz da ağıl versin. Sağ Allah ol. sizin başınıza biraz ağıl versin. Mən s***in başını... Bu nə danışır ha? Ama bu xiyar da la. Bunu baş gedib Allah. Bir də kommentlər oxuyarsan Allah. Ağılınız fantan vursun. Zəng elədim operator dedi belə bir balasına zəng. Göz yaş. Bir dənə sana da. Başına söz verəm yazacağım. Temudan nöfəl. Sənin videonu atama göstərsin, mənə qucaqlayıb ağla. Mən çatmayan bir dənə budur ki, ala. Belə video niyə çəkəsən də? Bəlkə mən xiyaram ala, bu işlərlə məşğulam. Bəlkə mən gicəm ala. Bəlkə məndə belə gic videolar. Bu nədir ala? Mən çatmır, Allahın da olsun. Özü baxıram belə 200 min adam baxıb bu videosuna belə. Uy bilə. Nə gündəyik ala biz. Qardaş elə mənə bax, utandım ala, keçim növbəti video. Ala buna bu tutmaqdır bilə. Bütün mahnının içine sıçdı da qardaş. Bu nə yaşayış? Bu nə deməkdir? Məncə bu nə deməkdir dostlar? Bir də mənə başı salandı. Bu nə deməkdir belə? Hə? Prosta bilin. Yəqin mən xiyaram. Helləmirəm. Yəqin elə şey, yəni normal insan yəqin elə eləyir. Mən belə başa düşürəm. Çünki bütün videolara baxıram, hamı elə eləyir yəni. Bir dənə mənəm, cic. İldə bir dəfə saçıma bilin, daraq vuraram belə. Bunlar belə bütün gün darıyırlar belə. Nəsə gəlmə kommentlərə baxam. Mən maraqlı həqiqət kommentlərdə nə yazıblar. Qaqaş vaxt elə başı bir şeyə. Qaqa götündəşin çıxardır at gəzdə. Bu sıçıb şalvarda belə gəzir. Sonra nə şirin pesidir. İndi isə diqqət, sizə çox xoş xəbərim var. Bu günləri deməli ayın 21-idir. Ayın 28-i, yəni bir həftədən sonra 100 nəfərə 50 manatın paylayacağam. Yəni 5 manat rasxod edirəm. Deməli nə etmək lazımdır? Şanslar böyükdür, bilirsiniz. Yəni 100 nəfər 50 manatdan udacaq izləyicilərdən. Nə etmək lazımdır? Deməli bu gördüyünüz Telegramıma keçib abunə olmalısınız və bu posta like eləməlisiniz. Şəkil yəni qoyacağam bura. İfso, yəni bu qədər sadə. Yəni belədir ki, qaydalarla orada tanış ola bilərsiniz. Deməli şanslar həqiqətən çox böyükdür. Gəlin belə deyək də. Yəni Newjil 100 nəfərdən biri siz olmayasınız. Hər şey şəffaf şəkildə olacaq, canlı yayımda və həmin o 100 dənə şəxsə kart olsunmu, yoxsa hara istəyirsinizsə 50 manat perevod edəcəm. Bu qədər sadə. Bax bellərin deyirəm, bax bu nə yaşayışdır la. Allah ki mən bunlara baxanda özümdən şübhələnirəm, özümüm. Deyirəm bəlkə mən səhv yaşayıram. Qurandan da olsun.
Şimdi baxaq kommentlərə, sanılmaq maraqlıdır. Ehtiyat olan pesilər ala bilər. Dilin özümüzə... Nə? Vaxt dilin üzümüzə işiyim. Qardaş, poxu çıxan kimi yeyirsən. Salam bacılar. Hə, bax salam baba. Qardaş düz yazıb özüm salam bacı. Ben devlet tarafından yetiştirildim. Benim işim... Abi sən Allah şey oxşamırsan can. Kişi kimi də yəni dostlar. Bəlkə mən oxşadıram ancaq. Azərbaycan ev alıq satqılı ilə məşğuldur. O bahalı evlər satır. Bildiniz ki, yəni ən tanınmış var o evlərlə məşğuldur. O açıqın taxtı kopyadır. Bildiniz kimi deyirəm o rap də oxuyub o vaxtları. Bilin o kopya. Bəlkə mən oxşadıram hala. Kopyadır sən Allah. Bir də açıq taxanda bir dənə baxın. Taxta da. Kopya. Allahın da olsun ha. Oyda. 100% bilin. Nəm ola? Ayda, indi oxudum hala. Rövşən Binəqədilədir bu. Heç son verəcəm. Həqiqi, bildim kimdir. Allah canı sağ eləsin. Bilin, çox oxşur, həqiqətdən. Maşallah dişlərini düzəltdirmisən. Baxım hələ. Bu nədir ayasın? Uy, belə da la. Çeşmeli başlı bakalıma yiyeyim, peçenyeyim. Danışan mı, ne bu? Oydu, buna düşdü la. Nəzər düzəltmisən onu sən? Bu Məzələ alın. Elə düşdüzəldin la. Şüşe kim şeyleriydi, onu koydum suyun içine. Unutmanın içine koydum. Bu evdə düzəldi, de düşünəniz var. Şimdi kaşık çaldım da içeri doğmak şimdi kaşık. Yemekte yedim. Deylə baxım hələ. Valla buna düşdü səncə. Düşmür. Yok, düşme. Çiğne bak bu da. Möhkəm də. Yani bak diyelim yani dişimi birbirine kıcıyım yani ne ondan sonra. Mən şokdayım Allah'ın olsun. Ben değil. Oyuncağın içindən çıxır. Zavq temadı. Yer oyuncağın içindən çıxır. Yaxından baxın. Onlar da yaxından çox. Ağzımdan da yaxından baxmazsın. Buna düşdü la. Estağf. Elə bir şam əribi var. Ya, elə bu şam ərivəsi. Elə bir şama əridib yapmışdır. Ay zalim. İndi sən onu qopardanda iki dişin vardı. O da içində gələcək. Maşallah. Gedin kommentlər oxuyasan. Bu arada mənim də dişlərim qırıq. Düzdür, döyüşdə qırılıb. O meybi yox. Düzəldəcəm də baxsın. Bir kommentlər oxu. Allah bizim ölkəyə əlaqəsini kəs. Allah. İndi tələsi oxuram deyə indi fikir verdim. Allah bizim ölkəyə əlaqəni kəsib nədir lan? Elcan Məmmədov. Qaqa temasan. Pis oldum. Bilin, belə bir şey deyim dostlar. Vallah deyirəm bu qardaş əgər nə bilim videonu görsə, yəni qardaş deyirəm. Dişlərini düzəltdirmisən. Yəni mən dişlərimi düzəldirəm şəxsən. Yəni 100% əminliklə deyirəm, yəni yazsın mənim direktimə, ya da bir dənə video atsın, belə krujok olur. Atsın ki, mənəm tipa. Sıra cavablanır, dişlərimi düzəldək. Bir dənə video paylaşsın ki, dişlərimi düzəltdim. Nə bilim temalar. Nə deyirsiniz bu fikrə? Maraqlı söhbət. 20 manata verir. Mən 11 manat 90 qəpiyə verirəm. Sən 11 manat 90 qəpiyə verirsən? Çox ucuz. Gəl sən 100 manat at. Ya zarafatsız. Şeydir, belə 5 manatlıqdır. Nəsə? Waffle, bol üstülü gələn pur rəngi çay. Bununla da Bunu verir. Margarita pizza, 1 litrlik kola, bol üstülü gələn. 11 manat 90 qəpik. Fürsəti qaçırmayın. Allah belə qeyrətli qızlar qorusun. Elə bildim götdən deyir nədir la belə. Temalı bunlar. Sevinmişdim ya. Qardaşlar kasıblara var. Kasıblar girişi be kommentə. Bu nədir sana? Bunu ortamda la. Dəlixanadır Allah. Özümə bizim nəm ola ölkə dəlixanadır Quran da olsun. Nəm ola Allah köməklər olsun. Qaqaş tanıyıram şey deyir bu. Azərbaycanın varlı şəxs. Ay zarafat şeydir. İstəyirəm yaxşı bir şey deyəm, deyə bilmirəm də bildin ha. Şeydə bu qaqaş kasıb. Nəysə. Ulan güya Poladdır. Nə istəsə video çəkirəm axı.
Sağla dostlar, keçin Zonyaya abunə olun. Bütün başımı xarab elədi Allah haqqı. Gahdır qırıcam ağrır. Düz qırıcan heç bir dəxlisi yoxdur buna. Sağla keçin abunə olun. Linki qoyacağım aşağı. Bu nədir Sancan? Ala bu nə ya? Ördən nə günah var Sancan xala? Ördə elə bit azaddır. Buna basan olur. Deyirəm nə qədər bizim özümə. Bir də kommentlər oxuyasan Allah. Yesəm ördək getdi ortada. Arı yerdə ördək də getdi. Bir ördək neçə? Buna məktəbdir. Allah məktəb yanında özüm. Allah siz nə edirsiniz? Ablar dəlidir Allahın dostu. Belə gülüb eləyirik yəni. Ki versən yəni bu da xanımdındır. Baş sevinir azdan çox. Allah yəni gülmək lazım deyil Allahın dostu. Gözün necə sevinirlər. Ki kommentlərə, bilin qorxuram kommentlərə açmağa. Mahnı qutarsın, quluncun qıracaq. Mirinin gözündə yalvarış baxışları var. Yaxşı hə deməyib. Pox yiyəcək rəsmi. Ya belə şeylər yazmır Allah haqqı. Nədir olsun, yəni bu da qızdır, bildin mi? Bəlkə də sevinir Allahın da, buna var. Ta bilmir ki, qabağındakı nə insan şəkil çəkir deyirsən qardaş. Çaba balışıb yanır ya. Deyirəm da o çaba balışıb yanır. Bu nədir? Mənim nömrə lazım deyil. Mən onsuzda bir nömrəyəm. Deyirəm də bizim cəmaat. Burada nə var ki, mən başa düşmədim. Bax, buna hansı peyser çəkibdir, bax, qıraqdan. Yəni, belə deyək, gəlin açığı deyək də. Yəni, bu bizim xalamız da ola bilər, nənəmiz də ola bilər, mamamız da ola bilər, bildin nətər? Yəni, buna hansı peyser çəkib bu videonu? Başa düşmədim, burnunuzu qurtdalamırsınız ki. Yəni, mən bu xanımı tanımıram ümumiyyətlə, yəni. Prosto məsələn də, bu kimin nə sözü var? Yazsın kommentə. Ki, yazsanız nə olacaq? Mən başa düşmədim, burnunuzu qurtdalamırsınız. Tualetə getmirsiniz ümumiyyətlə. Məsələn, tualetə ağır getmirsiniz. Lübo insan yəni, belə desəm bəlkə düzə. Yəni, yox, belə, siz nədir? Yenə deyirəm sizə, yəni, insanlar hər cür Baxın dostlar, pişik su içir. Mən əlimi yumalıyam, bax. Gözləyirəm ki, pişik su içsin, sonra əlimi yum. Gör nə qədər mən buna yaxşı adamım. Baxın dostlar, pişik su içir. Yaxşı adam bezini pişik baxıb deyir, əhsən qırış. Sağ ol, işlərim özüm. Pişik sənin qoysun. Güzel bir mahnı istəyəcəyik. Allah bulaş. Bu kim düzəldim sağ. Səndən Bu nədir? Counter Strike oynayır eləmir. Abi. Başı mən üzürlüsən Allahın dostu. Mən belə baxıram ki, yəni hər videomu mən qınasam, yəni onda elə çıxır ki, məndə problem var həqiqətən. Mən o bunu qəbullanmışam. Yəni qəbul edirəm ki, yəni mən düzgün yəqin baxmıram bu videolara. Bildiniz nədir? Yəqin səhvlik məndədir. Mən başqa cür adamam da yəni. Ya üzürlü sayın qardaş. Yəni siz bomba video çəkibsiniz həqiqətən də. Qurtlar Vadisi də bombadır. Hamısı bombadır. Hər şey superdir. Öpürəm hamınızın d***dan. Ay bilə, bu yenə gəldi ya. Bilə. Özüm ölüm bax. Bunu tanımıram amma tanımamış deyə bilərəm ki bu yəni. Buna bax sən Allah. Toy ümumiyyətlə axırı vaxt fikir vermişəm, Instagram qaban videolar çıxdı deməli. Bərbərlər özlərini bilsin nə hiss eləyir. Elə bir ki, bunlar bilənəm mala superheroydular da. Allahın dostu mən baxıram ətim tökür. Bərbər qayıb deyir ki, nəmi bu ustaddım. Bərbərsiz də qıqa. Allah canımsız. Mən də məsələn, mən kiməm ki? Mən də YouTuberəm də, nəmi? Heç kim. Bilin nədən? Video çəkirəm özüm üçün. Ya mən kiməm ki, heç nə. Bilin, adi video çəkirəm beləcən elə. Deyirəm, görürəm. Bərbərsiz də. Yox ki, bu şey deyil ala bu.
Aa bir dənə gözüm qaqaş şey deyir. Nədir onun adı? PKK-nın adı. Deyirəm Moskvada Kremldə bomba atacağım, nə atacağam? Ona oxşadı. Bax bu qaqaşı da tanıyıram məsələn. Normalni bərabərlərdir bunlar. Düz yanlarında olmamışam, başı belə tanıyıram da yəni. Bu TikTokerdir qaqaş. Bu nədir sən Allah? Bu gözüm olur. Buna bax sən Allah, buna kitlanacaq. Bu Allah qısadır, bu xəstədir. Quranıma an. Bax mən var. Bu xəstədir. Baxın, yeni yadınıza salıram. Bəzilərimizin yadından çıxıb. Deməli 100 nəfərə 50 manatdan pul paylayıram. Keçirsiniz Telegrama abunə olursunuz, qaydalarla tanış olursunuz və salam. Prost dedim yadınıza salın. Yaşamışam kişi. Var yoxla nəhlət indən belə sən kişi kimi yaşamayasan. İndiyə qədər kişi kimi bəlkə yaşamısansa sürünə. İndən belə sən bütün Bakıda, Şəkidə, Lənkəranda harda qalsansa bara. Bakılılar indi mənim Aa, bu nə danışırsan? Sən kim Vorzakın adı verir? Vorzakın. Onu da mədidə görüm. Kim bu? Kürt Vüsal. Kim? Kürt Vüsal Peysərə Vorzakın adı veribdi, başa düşməm. Mən elə şey inanmıram. Ya durub burada Bakılıları opuş söyən yəni insan nə danışır? Bir dənə görsən bir dənə baxaq buna. Sən Vorzakın adı verir? Yəni belə deyəm, amma mən durduq yerə heç kimi söymərəm. Kürt Vüsal. Kürt Vüsal kimdir? Görsən sən özün tanımırsan, onu da tanıyır. Arkadaş mən birinci səfər də eşidirəm. Kürt Vüsal kimdir? Astaralı. Sən mənə bax, haram vəziyyətinə baxırsan ki sən. Qaqaşın özün gülməyə gəlir sana. Bir ki Ostravasın ona görə. Yo, belə Kürt Vüsalı mən tanıyıram. Yəni sosial mediadan falan görüb eləmişəm ha. Yəni nə bilim, yəni buna kimsə ad verər ümumiyyətlə. Kürtdən söhbət getmir. Vəbşi, bu nədir ola? Həşəratdır. Özdə gülür, özü bir axı Ostravas. Deməyək də. Valla Allah'a and olsun deyirəm ki, mən birinci səfərdə sənin kimi Vorzakon görürəm. Quran and olsun mən də, yəni birinci səfəri belə görürəm və üzürlü sayın yəni. Özdə gülür Allah. Abi klondur özü, gözünə sal. Sən sən yoxsa həqiqət baxsansa dibilə. Mən dediyimi də deyirsən. Ay ürəkdə çingizəz. Все dostlar, bugünlük bu qədər. Yəni həqiqətən də bəsdir, çünki əsəbləşirəm. Əgər videonun davamını istəyirsə, bu video like edirsiniz. 10.000 like yığan kimi videonu paylaşdım. Söz verirəm sizə, bax, kişi sözü. 10.000 like yığdı, yəni sıraz görəsi ki video paylaşılıbdı. Əgər kimdə doymadısa, deməli Johnny-dən yeni videomuz çıxıbdı. Construct haqqında necə orada pul vurub kasa açılımı çəkirik. Yəni çox maraqlı videodur həqiqətən, cırılmışam gülməkdən. E-butonları paylaşacağam. Sonra indi baxın videonun sonuna qədər orada da birazdan burada çıxacaq elə. Yəni keçib baxa bilərsiniz.